Baxırıq 101-ci suala. Deyir, qan tənəffüs sistemində təmizləndikdən sonra bilavasitə ürəyə qayıtmayan bədənə yayılır. Bu bilirik ki, yalnız venoz qan olanlardadır. Venoz qan olanlar isə balıqlardadır. Göyərçin ola bilməz, qurbağa ola bilməz, çoramal deyil, siyənək balıqlar növünə aiddir. Ona görə isə olur D variantı. Timsahdakı balıq olmadığına görə bunu da çıxırıq. 102-də aşağıdakı heyvanlar hansılarında K boşluğunda ancaq venoz və ancaq arterial qan olur? Biz bilirik ki, venoz qan olanlar yalnız balıqlardadır. Arterial qan olansa mollyuslar tipində olan qarnıyarıqlar sinifindən ilbizdir. Burada da olur xaç. Birincidən olur xanı balığı, ikincidən də olur göl ilbizi. Ona görə isə cavab olur A variantı. 103-də göstərilən mülahizələrdən hansı səhvdir? Deyir ki, məməlilər arasında fəal uça bilən növlər vardır. Bəli, bu düzdür. Balıqlarda iyi bilmə hissiyatı yoxdur. Xeyr, iyi bilmə hissiyatı var və burun vasitəsilə həyata keçirilir. 104-də baxırıq. Deyir ki, bütün xordalı heyvanların ontogenezi üçün səciyyəvi olan xüsusiyyət. 1. Ürəyin olması xeyr, çünki hamısında da ürək yoxdur. 2-də deyir baş, beynin olması xeyr, yəni hamısında da baş, beyin yoxdur. O skeletin olması, bəli, çünki hamısında skelet mövcuddur. Anal dəliyin olması xeyr, çünki bəzi nümayəndələr var ki, anal dəlik yoxdur bunlarda. 5-də də deyir ki, ontogenezdə qəlsəmə yarıqlarının olması. Bəli, bu düzdür, çünki hamısında qəlsəmə yarıqları var. Sinir borusunun olması, bu da düzdür, çünki hamısı sinir sistemi vasitəsilə hiss edir. 7-də deyir ki, isti qanlıdır. Xeyr, çünki elə nümayəndələr var ki, soyuq qanlıdır. Ona görə 3, 5, 6 variant olur D variantı. 105-də deyir ki, neştərçə və soxulcanın quruluşunda olan ümumi cəhətlər. İfrazat orqanının quruluşu xeyr, çünki soxulcan nefridi ifrazat sisteminə malikdir. Ona görə bunu çıxırıq. B-də deyir ki, qan damar, tənəffüs və cinsiyyət sisteminin quruluşu. Bəli, bu düzgündür. Çünki bunların hamısında düzdür bu. Ona görə variantımız olur B variantı. 106-da da olur. 106-da deyir. Qızım, 105-ə diqqətli bax. 105-ə diqqətli bax. 105-də ifrazat orqanı. Hər ikisində metanefrididir. İfrazat orqanlar hər ikisi metanefrididir. Metanefrididir. İstəyir neştərçədə, istəyir soxulcanda. Ürək yoxdur, baş, beyin yoxdur, görmə orqanı yoxdur. Ona görə də cavab A variantıdır. 105. Aha, 105-də A variantı yaxşı. Deyir ki, İki kameralı ürək və ürək boşluğunda yalnız arterial qan, iki kameralı ürək və ürək boşluğunda yalnız venoz qan olan heyvanlar, bayaq da dediyimiz kimi, yalnız venoz qan olan balıqlar, yalnız arterial qan olansa ilbizdə olur. A variantı getdi, qurbağa var. B variantında çıxdıq. Cavab olur C variantı. Yox, C yox. Balıq və göl ilbizi. D-də çıxdı, cavab o E variantı, göl ilbizi və balıq. Verilən sıralardan hansında adı çəkilən heyvanların adıcılığı onların sinir sisteminin mürəkkəbləşməsinə uyğundur. A variantına baxır. A variantında axırıncında soxulcan verilir. Əslində soxulcan balıqdan daha sinir sistemi zəif inkişaf etmişdir. Ona görə bu variantı çıxırıq. B variantında ağ planeri, hidra, nereid, bir də yaşıl sıla. Bunu da çıxırıq. Çünki burada hidra daha şeydir, ağ planetin daha sinir sistemi güclüdür. C-yə baxırıq. C-də qaraciyər sorusu, aktaniya, çay xərçəngi, bir də qarışqa. Burada da sıra təmiz pozulub. D-də deyir aktaniya, soxulcan, neştərçə, bir də göl ilbizi. Neştərçə, soxulcan. Burada neştərçə ilə soxulcanın yeri dəyişdi. Çünki soxulcan neştərçədən daha üstündür. E-də deyir ki, E-də də deyir ki, hidra, qaraciyər sorusu, qumqurdu, bal arısı. Bəli, bu düzgün cavabdır. 108-ə baxır, deyir, suda üzməsi yalnız cüt arxa ətrafların sayəsində baş verir. Balınla çıxır, çünki o suda balınların ətrafları yoxdur. Delfində çıxırıq ona görə. C-də isə pingvinlərin ətrafları var da, yəni yanlarında qənətləri var. Bizdə isə yalnız cüt ətrafı olmasını soruşur. Burada timsahı da çıxır, çünki timsahında iki cüt arxa ayağı, iki cüt ətrafı var da. Ona görə bunda çıxırıq. Yalnız cüt arxa ətrafı soruşduğuna görə qurbağa olur. Çünki qurbağa yalnız arxa ətrafları vasitəsilə hərəkət edə bilir suda. Ona görə variant o D variantı. 109-da aşağıdakılardan hansı doğru deyil? Keçi, zürafa, qoyun, cüt dırnaqlar məməlidir. Bu düzgün cavabdır.
Xaçlı hörümçəkdə 4 cüt, həşəratda isə 3 cüt yarımağı var. Bəli, bu da düzgün cavabdır. Delfinin arxa ətrafları yoxdur. Bəli, düzdür. Yarasalarda döş əzələlərinin zəif inkişaf etmiş. Burada səhvdir, çünki yarasada döş əzələləri yaxşı inkişaf etmişdir. Ona görə isə yaxşı uça bilir. Qulaq heyvanı ilə isə reduksiyaya uğramışdır. Ona görə isə yox, yarasalarda qulaq heyvan reduksiyaya uğramamışdır. Çünki onlar qulaq heyvan vasitəsilə qabağa səs dalğaları göndərirlər və istiqamətlərini təyin edə bilirlər. Ona görə isə cavab olur D variantı. 110-da yalnız bir tipin nümayəndəsi üçün xarakterikdir. Ağciyərlər bu xeyir, çünki məmələrin bir çox nümayəndəsində olur bu. Qəlsəmələr burada xeyir, böyrək xeyir, içi kameralı mədə, bu da bir çoxunda ola bilər. Mantia yalnız mollyukslar tipinə aiddir. 111-də tənəffüsündə atmosfer oksigendən istifadə olunmur. Biz bilirik ki, işitaylar sinifində anodonta və qum qurdunun başları olmadığı üçün bunlar atmosfer oksigendən istifadə edə bilmirlər. Ona görə isə cavab olur A variantı. 112-də göyərçin, timsah və it üçün ümumi olan cəhət döş kameralı ürək və daxili orqanların yalnız arterial qana təsis edilməsi xeyir. Bunlarda yalnız arterial qan yox, həm arterial, həm də venoz qan olur. B variantına baxır. Ürəkdə venoz və arterial qan bir-birindən tam ayrılmışdır. Bəli, bu düzgün cavabdır. Çünki bunların hər ikisində də arterial və ürək sağ və sol hissəsi bir-birindən tam ayrılmışdır. 113-ə baxırıq. Bir qan dövranına malik olub arterial qanları həm venoz, həm də arterial qan axan heyvanlar orqanizmdə ürəyində yalnız bir qan dövranı axan heyvanlar balıqlardır. Çünki onların mədəsində yalnız venoz qan axır. Ona görə E variantı olur. Çəki, nərə, skat hamısı da balıq növü olduğu üçün E variantını götürüb. Bir qan dövranına malik olub beynəlqi damarları ilə yalnız venoz qan axan heyvanlar. Bayaq dediyim kimi bu da yalnız venoz qan axan heyvanlar balıqlar olduğu üçün çəki, nərə, skatı götürürük yenə. Atmosfer havası ilə tənəffüs edən heyvanlar akula, balina, gölmə çirbizi, yenəcək. Burada akulanı götürmürük, çünki akula onsuz da atmosfer havası ilə tənəffüs etmir. Belə deyək ki, balina, yengeç, acıqan sürfəsi, delfin. Burada acıqan sürfəsi atmosfer havası ilə tənəffüs etmir. Anodonta, delfin, akula, gölmə çirbizi anodonta başı olmadığı üçün atmosfer havası ilə tənəffüs etmir. Balina, delfin, gölmə çirbizi, antilop, cavab D-dir. E-də isə balina, gölmə çirbizi, göl qurbağası, anodonta. Yenə burada anodontanın başı olmadığı üçün çıxırıq. 16-da deyir ki, çox hüceyrəli rüşeyin əmələ gəlmə prosesi yumurta çıxarıcı boruda başlayan heyvanlar. Bilirik ki, yumurta çıxarıcı boruda baş verən heyvanlar deyirsə, deməli bu məməlilərdir. Ona görə burada çıxırıq xanı balığını çıxırıq, bir də tritonu çıxırıq. Qurbağanı da çıxırıq. Ona görə məməli olduğu üçün inək, göybanı, bir də pələngi götürüb 1, 2, 5 cavab C variantı. Hansı müddəyə doğru deyə soxulcanı bədənin önündə yerləşən bir neçə yoğun damar ürəyi əvəz edir. Bəli, bu düzgün cavabdır. Neştərçədə bel qan damarları qanı qəlsəmələrə aparır. Xeyr, neştərçədə bel qan damarı qanı ürəkdən bədənə aparır. Ona görə isə B variantı yanlışdır. Qalan bütün variantlar doğru. Ona görə cavab olur B variantı. Qana bədən boşluğu mayesi ilə qarışmayan heyvanlar. Mayesi ilə qarışmayan heyvanlar burada Yəni qarışmayan hansı deyil? Açıq qan damar sistemi yoxsa qapalı qan damar sistemi? 118-ə qarışmırsa, açıqdır. yox, qarışmırsa. Qarışmayan deyil, qapalı qan damar sistemi. Bəli, aha. Xərçəngi çıxdıq, böcəkləri çıxdıq. 3, 4 çıxır. 1, 2, 5, 6 cavab doğru C variantı. Ürək boşluğunda arterial qan keçən heyvanlar, ürək boşluğunda arterial balıqlar çıxırıq, çünki balıqlarda ürək boşluğunda yalnız venoz qan olur. Nərəni çıxırıq, ferolu çıxırıq, akulanı çıxırıq. Cavab olur 1, 4, 6, 7. Cavab olur E variantı. 120-də suda qurda yaşayan, sürünən quş və məməli üçün ümumi olan cəhət mədəcidə tam ara kəsmə olması. Xeyr, suda qurda yaşayanlar ürəyində tam ara kəsmə olmur. Ağciyər venası ilə sol qulaqçıq arterial qanın gətirilməsi, bəli, bu düzgün cavabdır. 4 kamera ürəyin olması xeyr. Ürəkdə yalnız qarışıq qanın olması xeyr. Çünki
Yalnız qarışıq qan olması. Çünki burada suda yaşayanlar da yəni təkcə qarışıq deyil də, ayrı-ayrı da ola bilir. Mədəcikdə qarışıq qan olması bu da hamısına aid deyil də, ümumi cəhət ola bilməz. Bəli, quşlarla məmələri də yoxdur. Aha, O 120-də hansı var? B variantı. B variantı. B variantı. Aha. Yaxşı. Leyla buyur. Deyir ki, aşağıdakı heyvanların ürəyindən keçir. A-da venoz, B-də arterial deyir. Venoz deyirsə balıqlar olur. Balıqlarla 2 və 4-dür. Cavab olur D variantı. Arterialda göl ilbizi, xaçı hörümçək və çay xərçəngi qalır. Qan damar sistemində ürək yoxdur. Bunlar həlqəvi qurdular və neştərçi olur. Neştərçi və həlqəvi qurdular 3 və 7-dir. Soxulcan da həlqəvi qurdur. 123-də cavab olur C variantı. 123-də həzm sistemində çinədanı olan və qanı yalnız damarlarla axan onurğasız heyvan. Burada 3 şeyə baxırıq. 1 çinədanı olan, 2 qanı yalnız damarlarla axan, 3-dəki onurğasız heyvan bu soxulcandır. 124-də ürəyi olmayan, qanı bədən boşluğundakı maye ilə qarışmayan heyvanlar. Burada ikincidə onu demək istəyir ki, yəni qapalı qan damar sistemi olsun. A-da hörümçəyin ürəyi var. B qalsın. C-də midyanın həm ürəyi var, həm də açıq qan damar sistemidir. D-də hörümçəyin yenə ürəyi var. E-də də çay xərçəngidir. Gedir ona görə. Cavab B olur. 125 hansı cərgədə yalnız hermafrodit heyvanlar göstərilib? Hermafrodit heyvanlar ona deyilir ki, bir bədəndə hər iki cinsiyyət orqanı olur. A qalsın. B-də askarit ayrı cinsidir. C-də askarit və çay xərçəngi gedir. D-də çay xərçəngi var. E-də də meduza var. Ona görə cavab A olur. Hansı sırada yalnız ayrı cinsli heyvanlar göstərilmişdir? A-da ağ planari hermafroditdir. B-də ağ planari yenə hermafroditdir. C-də yenə ağ planariyə görə gedir. D-də soxulcan var, hermafroditdir. Cavab E variantı olur. 127. Eşitmə orqanı 2 şöbədən ibarətdir. Bu, suda quruda yaşayanlar və sürünənlərdir. Cavab A olur. B-də kirpi məməlidir. C-də xanı balığına görə gedir. D ilə E də həmçinin ona görə gedir. Onlar da birdən olurdu. 128-də böyük göl ilbizi, çay xərçəngi, xaçı hörümçək, ev milçəyi və yaşıl qurbanın tənəffüs orqanları düzgün və ardıcıl göstərildiyi sıra böyük göl ilbizində ağciyərdir. Ona görə A gedir, D gedir, E gedir. Sonra çay xərçəngində qəlsəmədir. Baxıram, ikisində də qəlsəmələr verilib. Xaçı hörümçəkdə malpigi boruları yox, ağciyər kisələri və traxeyalar olurdu. Cavab B variantı. Sonra 129 gəlir. May böcəyi, çay xərçəngi, böyük göl ilbizi və çay xanı balığının ifrazat orqanları düzgün və ardıcıl olaraq göstərildiyi sıra. İlk öncə may böcəyində malpigi boruları gəlməlidir. Cavab E olur. Çay xərçəngində bəli. Çay xərçəngində nə idi ifrazat sistemi? Vəzlər idi, yaşıl vəzlər, bir çox yaşıl vəzlər. Aha, düzdür. 130-da hansı variantda düzgün mühakimələr göstərilmişdir? 1-də deyir, bütün diri bala doğan orqanizmlərdə mayalanma daxildir. Bu düzdür. 2-də bütün xordallar onurğalıdırlar. Əgər 5-dəki kimi bütün onurğalılar xordalıdırlar olsaydı, onda düz olardı. İkincisi səhvdir. 3-də ağciyərə tənəffüs edən bütün orqanizmlər yalnız qurda yaşayandırlar. Qurda yox, suda yaşayanlar da var. Məsələn, balina və delfin. Sonra 4-də deyir ki, daxili mayalanmaya malik olan bütün orqanizmlər diri bala doğandırlar. Bu səhvdir. Yumurta qoymaqla çoxalanlar da var. Məsələn, quşlar və sürünənlər. 5-ci düz idi. 6-da bütün su orqanizmləri qəlsəmə ilə tənəffüs edirlər. Bayaqlar dediyim kimi, balina və delfində ağciyərlə tənəffüs edə bilir. 7. Qəlsəmə ilə tənəffüs edən əksər orqanizmlər suda yaşayırlar. Bu da düzdür. Cavab 1, 5, 7 B variantı olur. 131. Yalnız sürfə mərhələsində parazitlik edir. A-da parabüzən gedir. C-də insan askaridi gedir. E-də dana dişi gedir. B qalsın. D-də də ümumiyyətlə gedirdi. Ona görə cavab B olur. 132-də həm qarın aortası, həm də venası ilə venoz qan axır. Bu xanı balığının xüsusiyyətidir. 133-də mərkəzi sinir sistemi skeletə qorunmur. Bu neştərçiyə aiddir. Cavab olur D variantı.
Bəli. Yalnız baş beyni sırf arterial qanla təchiz olunanlar, bunlar suda qurda yaşayanlardır. Suda qurda yaşayanlar da ki, D variantında verilib. Göl qurbağası, triton, ağac qurbağası. 135-də soxulcandan fərqli olaraq neştərçədə vardır. A-da sinir sistemi hər ikisində var. Soxulcanda düyünlü sinir sistemi olur. Neştərçədə borulu sinir sistemi olur. B-də çoxalma orqanları hər ikisində var. Neştərçədə ayrı cinsli idi. Soxulcanda hermafrodit idi. Həzm orqanları hər ikisində var. İfrazat orqanları hər ikisində var. Tənəffüs orqanları isə yalnız neştərçədə var. 136 təkamül prosesində suya qurudan keçmiş, lakin çoxalmaq üçün sudan çıxmayan heyvan hansıdır? Suiti, pingvin, timsah, ördəkburun hamısı sudan çıxır. Sadəcə delfin və balinadır əlavə olaraq. Cavab E olur. Bəli. Sonra 137 ördəkburunun quşlarla ümumi əlamətləri. Ördəkburun bilirik ki, ilk məməlidir. Baxırıq, birdə daxili mayalanma hər ikisinə aiddir. İstiqanlılıq hər ikisinə aiddir. Yumurta qoymaqla çoxalma hər ikisinə aiddir. Balanı südlə bəsləmə yalnız məməlilərə aiddir, yəni quşa aid deyil, ona görə səhvdir. Sol aorta qövsünün olması yalnız ördəkburuna aiddir. Quşlarda sağ aorta qövsü olurdu. Ona görə cavab olur 1, 2, 3. Xordalların hansı sinifinin nümayəndələrinin ürəyinin quruluş sxemi verilməmişdir, deyir. Birincidə balığa aiddir, ikincidə suda quruda yaşayanlara aiddir, üçüncü məməlilərə aiddir, dördüncü də quşlara aiddir. Əgər ikinci şəkildə ara kəsmə olsaydı, onda sürünənlərə aid olardı. Cavab olur B variantı. Ürəyindən venoz qan keçmir, mollyusklardan boğmayaqlara aiddir bu. O da ki, A-da qurbağa gedir, B-də qurbağa yenə gedir, C variantı olur. Göl bizi mollyuskadır, çay xərçəngi isə boğmayaqlar. Cavab olur C variantı. Sonra 140-a keçirik. Həzm sistemində çinədana olan və qanı yalnız damarlarla axan heyvanlar. Çinədana olanlar həlqəvi qurdlardır, həşəratlardır, bir də ki, quşlardır. Amma qapalı qan damar sistemi deyirsə, qanı yalnız damarlarla axan heyvanlar, yəni qapalı qan damar sistemi deyir. Onda həlqəvi həşəratları çıxırıq, yəni həlqəvi qurdlar və quşlar qalır. Bu da E variantında olur, soxulcan və göyərçin. Əla. 141-dən başlar Seydanə. 141-də ayaqları tək saydadır. Burada təbii ki, demişdik ki, mollyusklarda da ayaqları tək sayda olanlar. A-nı çıxırıq suiti, B-ni çıxırıq göyərçinə görə, C-ni çıxırıq ağac dələndir, D anadonta gölüblizi. Bunlar da mollyuskudur və hər ikisində tək saydadır. Cavab D variantı. 142 hemorotit heyvanları göstərin. Hemorotit heyvanlar hər ikisində iki cinsiyyət olanlardır. Burada demişdik ki, insan askaridi ayrı cinslidir, ona görə A-nı çıxırıq. Exnaqoq, B-də exnaqoq axlanları, öküz solteri, böyük gölümüzü soxulcan, axlanları da soxulcandır. Bunlar hər biri hermofroditdir, ona görə B variantı. C-də yenə anadont ayrı cinslidir. D-də də anadont ayrı cinslidir. E-də insan askaridi ayrı cinslidir. 143 döş qəfəsi yoxdur. Demişdik ki, döş qəfəsi olmayanlar qurbağalardır. Çünki bunlarda yuxarı ətraf qurşağına aiddir. Ona görə D variantı. 144 sürünənlərin hansı qrup əzələləri göl qurbağasında yoxdur? Qabırğaların olmaması ilə döş qəfəsinin olmaması ilə əlaqədar qabırğa əzələri yoxdur. Ona görə A variantı. 145 X-in bir boyun fəqərəsi, Y-in burun dəliyi tənəffüsdə iştirak etmir. Z-in sağ aorta qövsü X, Y vəziyyəti müəyyən edin. Demişdik ki, 145-də bəli. X-in bir boyun fəqərəsi varsa, buna aid idi, qurbağa aid idi, qurbağalar. Ona görə digər variantları çıxırıq, B və E variantlarını saxlayırıq. Burun dəliyi tənəffüsdə iştirak etmir. Burun dəliyi tənəffüsdə iştirak etmirsə, bu balıqlardadır. Çünki balıqlar da yalnız qoxu bilmədə iştirak edirdi. Ona görə E-də timsaha da çıxırıq. Qalır siyənək. Sağ aorta qövsü var. Bu da quşlara aid idi. Göyərçin. Ona görə cavab B variantı. 146 bütün onurğalılar üçün oxşar xüsusiyyətdir. Yalnız bitki mənşəli qidalarla qidalanır. Xeyr, bu doğru deyil. Postembrional dövrdə klorofila malik olmaları var. Bu embrional olsaydı olardı. Postembrional dövrdə olmur. Bu yalnız quşlarda olurdu. Suda qurda yaşayanlarda olurdu. Qurbağalarda olurdu.
Dişlərin funksiyaca ixtisaslaşması, bu da daha çox məməlilərə aiddir. Beyin yarımkürələrinin şirin və qırışlarının olması, bu da məməlilərə aiddir. E variantının embrional inkişaf dövründə xordaya malik olmaları, bunda hər biri xordaya malik olur. Xordanın saxlandıqları da var, onurğaya çevrilənlər də var. Ona görə cavab E variantı. 147. 147 deyir, hansı sinif xüsusiyyətləri cədvəldə düzgün verilməyib? Deməli, sümüklü balıqlarda ürəyin kameralarının sayı 2-dir. Tənəffüs baş verir qəlsəmələrdə. Bədən temperaturu sabit deyil. Bu da doğrudur. Suda yaşayanlar 3 ürəyin kameralarının sayı 3-dür. Ağciyərlər və dərdə tənəffüs eləyir. Bədən quru temperaturu sabit deyil. Suda qurda yaşayanlarda ağciyərlərdə tənəffüs eləyir. Ona görə burada D variantı olur. Burada səhv hansıdır? Burada D variantı. D variantı. D variantı. Suda qurda yaşayanlar. Niyə? Suda qurda yaşayanlar ağciyər dəri ilə də sabit deyil, düzdür. Digər variantlara bax. Burada balıqlardır, səhv eləmirəmsə. Ürəyin kameralarının sayı 2-dir. Tənəffüs baş verir qəlsəmələrdə. Bədən temperaturu bunlarda sabit idi. Yox, sabit deyil. Balıqlarda da sabit deyil. Sürünənlərə bax. Ürəyin kameralarının sayı 4-dür. Sürünənlərdə 3 kameralı idi. Bir dənə orada idi. Amma timsahda 4 var idi. Amma tənəffüs, bax tənəffüs sisteminə. Sürünənlərdə dəri tənəffüsü var ki. Xeyr, ağciyər. Bəndə sabitdir. Deməli sürünənlər səhvdir. 48. 148 hansı sinif xüsusiyyəti cədvəldə düzgün verilməyib? Burada sümüklü balıqlarda ürək kameraları 2, bu tənəffüs qəlsəmədə sabit deyil, bu düzdür. Suda qurda yaşayanlarda ürəyin kameraları 3, ağciyərlər və dəridə sabit deyil. Bu da doğrudur. Sürünənlərin çoxunda 3, bəli bu doğrudur. Çünki çoxunda 3-dür, yalnız timsahdadır. Sürünənlərdə, ağciyərlərdə sabit deyil. Bədən temperaturu burada düzdür. Quşlarda 4, hava kisələrində və ağciyərlərdə sabit deyil. Burada deyirdik ki, quşlarda tənəffüs ağciyərlərdə, yalnız ağciyərlərdə baş verir. Hava kisələri iştirak etmir. Məməlilərdə 4 ağciyərlərdədir, sabitdir temperatur. Ona görə burada olur quşlar, cavab C variantı. 149 həm özü, həm əsas sahibi parazit olanlar. Burada qaraciyər sorğusu deyil, çünki qaraciyər sorğusunda iblis, göl iblisi parazit deyildi, exnokok da deyil, it pişik bunlar parazit deyil, malariya paraziti bunu saxlayırıq. Çünki burada əsas sahibi də parazitdir, insan asqaridi, bunun da aralıq sahibi yoxdur. Ona görə bunu götürmürük. Əsas sahibi var, ancaq aralıq sahibi yoxdur. Lakin şərtə deyir ki, həm aralıq, həm əsas sahibi parazit olsun. E-də də dizenteriya amobi, bu da aid deyil. Ona görə C variantı. Həm aralıq, həm də əsas sahibləri onurğalı olan parazitlər, həm aralıq, həm əsas sahibi. Öküz solteri, exnokok, burada elə A variantıdır. Çünki öküz solterinin əsas sahibi insandır. Exnokokun əsas sahibi də it pişikdir. Ona görə A variantı. Bəli, 151. Triton göyərçin və yarasanın qan damar sistemi üçün oxşar cəhətləri göstərir. A variantda deyir ki, ağciyər venası ilə arterial qanın axması. Bu doğrudur. Çünki ağciyər venasında ağciyərdə qan təmizlənir və ağciyərdən çıxan istənilən damarda, yəni ağciyərdən çıxan damarda arterial qan axır. Ona görə burada 151-də A variantını götürürük. Bəli. Ürəklərdə qanın qarışması bu göyərçinə aid deyil. Qarışmadı. Bədənlərində 2 cür qan dövr etməsi, bu da quşlara aid deyil. Bədəndə 3 cür qan dövr etməsi, bu tritona aid deyil. Bədəndə 3 cür qan dövr etməsi, bu da quşlara aid deyil. Çünki onların ürəyində, tritonun ürəyində qan qarışa bilir. 152. deyir göyərçin, kərtənkələ və köstəbək
Köstəbəyin qan damar sistemi üçün ümumi xüsusiyyətdir. Burada da yenə ağciyər venası ilə arterial qanın axması, ağciyərdə qan təmizlənir deyə burada ağciyər venasında arterial qan axır. Ona görə A variantı. 153 ürəyində qanı qarışmayan heyvanlar. Demişdik ki, ürəyində qanı qarışmayan heyvanlar bunlara aiddir. Quşdur, timsahdır, məməlidir. Ona görə baxırıq, gürzəni çıxırıq A-da, B-ni çıxırıq. B-də çıxırıq alligatordur. Yox. Triton. C-ni çıxırıq, balina anodontanı çıxırıq, D-də qaranquşxanı balığı, kirpi, it. Bunlar hər üçü aiddir. Ona görə cavab D variantı. Ürəyində qanı qarışmayan heyvanları yenə dedik ki, məməlidir, quşdur, timsahdır. A-da gürzəni çıxırıq, B-də gürzəni çıxırıq, C-də tritonu çıxırıq. Cavab D variantı. Bir dəqiqə. Ürəyində qanı qarışmayan, bəli. Deməli, A-da gürzəni çıxdıq, B-də tritonu çıxdıq, C-də nəyi çıxdıq? Gürzəni çıxdıq. E variantında nəyi çıxırıq bəs? Qarışmayan göl qurbağası. Bəli, göl qurbağası. 153 D variantı. Aha, 154. 154-də də burada da yenə ürəkdə qanı qarışmayan heyvanı deyir. A-da gürzəyə görə çıxdıq, B-ni gürzəyə görə çıxırıq, C-ni tritona görə çıxırıq, D timsah, nərə, göyərçin, canavar. Demişdik ki, məməlidir, quşdur, timsah ürəkdə qanı qarışmayanlar, ona görə D variantı olur. 155-də boğmalıqlara xas olan əlamətlərdən hansı daha sonra əmələ gəlmişdir? Bu qanadları saxlayırıq. Boğumlu ətraflar xərçənglərdə əmələ gəlmişdi. Boğma ayaqlardan öncə. Traxeya da əmələ gəlmişdi. O da hörümçəkdə əmələ gəlmişdi. Xarici skelet, bu da xarici skeletdə anodontada əmələ gəlmişdi. Mollusklarda əmələ gəlmişdi. Mürəkkəb gözlərdə o da baş ayaqlardaydı. Kalamarda əmələ gəlmişdi. Bəli, orada da var. Xərçənglərdə də var. Qanat ən sondadır, bəli, düzdür. Aha. 156. Göl qurbağasının çiyin qurşağında hansı sümüyün olması onun skeletinin bu hissəsinin göyərçinin yuxarı ətrafını qurşağının skeletindən fərqləndirir. Hansı sümüyün olması? Burada döş sümüyünün olması idi. Axı demişdik ki, yoxdur, qurbağada yoxdur. Döş sümüyü yuxarı ətrafa aiddir. Ona görə A variantını götürürük. Bəli. Müxtəlif heyvan tipləri üçün 157 bədən örtüyü rolunu oynayan strukturlar verilmişdir. Burada demişdik ki, X-də var, dəri əzələ hüceyrəsi var, dəri əzələ hissəsi yoxdur, xitin yoxdur, manti yoxdur, bir də çox qatlı dəri yoxdur. Burada X-ə aid eləyə bilərik, bağırsaq boşluq ola bilər, dəri əzələ hüceyrəsi var, dəri əzələ hissəsi yoxdur, digərləri yoxdur, ona görə bağırsaq boşluqdur. Y-də dəri əzələsi yoxdur, dəri əzələ hissəsi var, xitin yoxdur, manti yoxdur, çox qatlı dəri yoxdur. Burada da buna aid ola bilər, buna qurdlar aiddir məncə. Z-də vardır, bəli, düzdür. Aha. Z. Dəri əzələ hüceyrəsi yoxdur, dəri əzələ hissəsi yoxdur, xitin var. Burada da xitin yaranmışdı, boğma ayaqlarda yaranmışdı. Bəli, düzdür. N-də dəri əzələ hüceyrəsi yoxdur, dəri əzələ yoxdur, hissəsi yoxdur, xitin yoxdur, manti qatı var. Burada da manti bir dənə molluskalardaydı ki, onlarda manti qatı yaranmışdı. S-də də deyir, dəri əzələ hüceyrəsi yoxdur, dəri əzələ hissəsi yoxdur, xitin yoxdur. Yəni bunlarda da bir dənə çox qatlı dəri var ki, bu da ki, xordallara aiddir ki, xordallarda çox qatlı dəri yaranmışdır. Bu da deyir ki, hansı heyvan tipində qidanın həzmi həzm vəzifəsində başa çatır heyvan qrupu. Burada da ki, həzm vəzifəsində başa çatan boğma ayaqlılar idi. Z variantı. 158. 158-də heyvanların deyil, müxtəlif cədvəldə ona qalan heyvanların müxtəlif görünmür. Bəli. Müxtəlif ibarələri üçün səciyyəvi olan bəzi xüsusiyyətlər verilmişdir. Aha. K-da deyir ki, ağciyərlə tənəffüs yoxdur, 5 barmaqlı yoxdur. Burada deyir ki, heyvanların bir də şərt oxuya bilərsiniz, zəhmət olmasa. Bəli. Onurğalı heyvanların müxtəlif nümayəndələri üçün səciyyəvi olan bəzi xüsusiyyətlər verilmişdir. K-da bunun heç birisi yoxdur. Nə ağciyər tənəffüsü yoxdur, nə 5 barmaq. Qabırğalı sezgiləri yoxdur, 2 qat tənəffüsü yoxdur, süd vəzləri yoxdur. Aha.
Onurğalı dediyinə görə bunlara aiddir. Quşlar ola bilər, sürünən ola bilər, qurbağa, balıq ola bilər, məməlilər ola bilər və bunların heç biri yoxdursa, 5 barmaqlı əzələ yoxdursa, 5 barmaqlı ətraf yoxdursa, ağziyər yoxdursa, buna aiddir. Bunlara aiddir. Temperatur tənzimi hansı heyvanlarda var? Ona uyğun cavabda axtar. Temperatur tənzimi hansı heyvanlarda var? Temperatur tənzimi burada dedik K-ya aiddir, balıqlar aiddir. Eldə temperatur tənzimi quşlarda var. Buradakı bir də məməlilərdə. Bəli, quşlarda bir də məməlilərdə var. Və buna da götürürük burada S və N-dir, səhv eləmirəmsə. Bəli, S və N. S-ə aiddir məməlilər, N-ə aiddir quşlar. S-lə N. Niyə N-lə S-i götürdün? Çünki burada deyir ki, temperatur tənzimi olan heyvanlar və eyni zamanda onurğalı olsun. Onurğalıdırsa xordallar da aid gəlir, S olur. S-də də həm də deyir ki, ağziyərlərlə tənəffüs var və qaburğası əzələr mövcuddur, 5 barmaqlı ətraflar mövcuddur. Xordallarda 5 barmaqlı ətraflar var. Ancaq quşun en uyğun gəlir. Çünki quşda temperatur tənzimi ilə yanaşı temperatur tənzimi var, amma quşda arxada 4 dənə barmaq olurdu əksəriyyətində. Öndə 3 dənə olurdu. Bəli, bir də quşları bax 2 qat tənəffüsə görə seçmək olar. Bəs S-i niyə məməli götürdük? Çünki S-də deyir ağciyərlərlə tənəffüs var, 5 barmaqlı ətraf var. 5 barmaqlı ətraf var və süd vəzləri var. Əsas önəmli süd vəzləri varsa, bu deməli məməlilərdir ki, bunlarda süd vəzləri mövcuddur. Bəli, əsas o idi, düzdür. Aha, 159. 159-da ağzı eyni zamanda ans funksiyasını da yerinə yetirir. Yəni həm qidanı qəbul edir, həm də artıq qaqları xaric edir. Burada bu bir yastı qurdlardaydı. Bir də sapqurdlarda yaranmaya başlamış. Sapqurdlardan sonra anal dəlik yaranıb, anus yaranıb. Ona görə bir bağırsaq boşluq götürürdük, bir buna yastı qurd götürürdük. Ona görə də burada uyğun gəlir Aureliya nədir mənim? Aureliya bağırsaq boşluqlar tipinə aiddir. Sfoid meduzalar sinfinə aiddir. Ona görə də burada uyğun gəlir D variantı məncə. Çünki ağ planaridə və anal yoxdur. Aureliyada anal dəlik olunur. Bəli. Aha. 160. 160-da deyir, sinir yalnız bu tipin nümayəndə 160 sinir düyünlərinin sayı ən az olan heyvan. Sinir düyünlərinin sayı ən az olan heyvan burada ağ planara uyğun gəlir. Çünki hər birində sinir düyünləri var. Lakin ağ planarda 2 dənə sinir düyünü var idi və burada sütunvari sinir sistemi idi, aralarında atmalar var idi. Ona görə burada B variantı.